Salam dostlar, bir gün səhifdə mən Ecan. Ben de Hümeyra. Hümeyra yəni Sadiq adlı bir şirkətimiz. Dostlar, bu video ilnak gəlsə Hümeyranın sifətini göstəririk. Olar Hümeyra. Nerede? Tam onda 100 like gəlsə. Yaxşımayır. 100 like Ama gəlsə yazılmış. gəlməz amma. Gəlməz. Gəl sual cavab edək. İndi birinci. Başla. Sən mənə sual ver bir də. Yaxşı. En çok sevdiğin 3 dost. Sən Mektepte. məktəbdə, Hı? həm məktəbdə sən sonra kim ola bilər? Əsma, sonra da bir dənə də Hüseyin. Amma cəmiyyətdə ən sevdiyim dostlar sən, Mustafa bir də Sadiqdir. Yaxşı. Yaxşı. Bu defa sen sana ver. Sevdiğin birisi var mı? He? Hı. Sana ver. Sual verdin de. Ne verdin? Dedim ki sevdiğin birisi var mı? Şey cəhətdən də, yani ana, ata elə. Atam yok. Atam zəhləm gedir. Anam əlbəttə ki. Sən mən sual ver. Yaxşı. Anam mı atam mı? Ayda bu video ikisi de bakacak. Ben dinledim. En çok anam ya bence. İndi atamı da çok istəyirəm. İkisi de olar, ikisi. Ha var. Var. Hə, ikisi de. Tamam, ikisi de. Video çəkirəm, səssiz. Hə, tamam, mən sənə sual verirəm. Sən mənə sual ver. Mesela sağ yedim sen. Hemen neçə yaşındasın? Kimden bir 12 olan. Ne? 12 olan. Ok. İndi sən mənə. Ha yaxşı. Yəqin fikirləşin. Çəkirəm silahı başıma dözməyəcəm. Mən orada göz. Brawl Stars'ta en çok sevdiğin karakter. Biraz saç oynamıram mən. Peki bırakmışsan. Hə. Əvvəllər üçün Edgar. Yaxşı, fikirləşim. Bacım mı dostlarım mı? Bacım mı dostlarım mı? Bacım da təbii ki də. Şey. Dostumu seçiləcək halım yoxdur ki. Bacım mənim arxa dayağımdır. O sırada mı? Ha yaxşı sen sağ ol. İndi mən gəliyəm. Sual verirəm. En sevdiğin oyun? Bu biraz çətin oyundur. İndi Roblox deyərəm, amma Roblox elə də xoşlamıram. Mən bütün sən də o sualı mənə verərsən. Mən tez də verəcəm usta. Yaxşı. İndi mən sənə sual vereyim. Brawl Stars. Hı? Brawl Stars sevirsən? Belə yox. Hə, indi sən mənə sual verəm. Davay. Yaxşı. Fikirləşim. Bayaq dediyim şey. Yox. En sevdiğim oyun dostlar bu arada PES'ti. Çəkəcəm silahı başıma dözməyəcəm. Pes, oyunda düzdür, amma canlı oynamaq vəbşi ləzzətli olur. Canlı oynuyorsan da canlı adamla oynuyorsan. Ay, xırda uşaqlarla oynamaq var. Hə, futbol kimi. Hə, o daha maraqlıdır. Göstərə lazım niyəsən, yenə sola. İndi mən sual vereyim. Yaxşı, ver. Təxminən neçənci sinifdə köçərsən? Bilmirəm,
axı o anama bağlıdır. Yox, təxminən də, təxminən. Təxminən 6 və ya 7, hətta 8. Nə deyirsən sən? Nə deyirsən? Qudurmusan sən. İndi sən mənə sual ver. Sən kimsən ki, sən hələ bizim 11-ci sinifimizdə mən səninlə rəqs edəcəm bəlkə. Yox, sən oğlansan oradan. Mən onda kimlə rəqs edəcəm? Ay, boş verək. Verirəm sualı. Ən çox sevdiyim 3 futbolçu. Nə? Futbolçu? Hə, 3 futbolçu. Üçüncü məncə 3 Pele. Hey, Allah. 2 Messi, hə? 2 Hı, Messi. İlk 5 deyim də mən. 5 Neymar, 4 Pele, 3 Maradona, 2 Messi, 1 Cristiano Ronaldo. Bəs Mbappe, Neymar hamısının Neymar dedim də 5-ci sıra. Bəs Mbappe. Mbappe çok iyi, 100-cü də o, 100-cü. Mbappe bir də hop çalması bitti. Gol atır bir də. Bellingham, Haaland, bəs Haaland nəfər oldu? Onlar botdular hələ ki. Həqiqi Manchester City üzü batırır həqiqətən. Bilsən, onlara bilsən ha bax. Bizim uşaqlarımız olanda var 30 yaş, 40 yaşında hələmi? Onda nəvələrimiz deyəcək, bizim şeylərimiz, uşaqlarımız deyəcək ki, Mbappe'yə bax, gör nə qəşəng oynayır. O vaxt Mbappe qalmaz deyil, ölüb getər Mbappe. Karjava başı batır. Kim? Karjava. Kanada bir ara yaxşı düzgün batdı onlar. Real Madriddə batır, az qalıb. Real batacaq, mən sənə deyim, 2030 ilində Real çöküşə keçəcək. Arsenal məğlubiyyəti onlara çox ağır oldu, bir də Barcelona. Evet dostlar, videomuz bırak kimi görüşmek üzere. Bay bay.